Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salam alə seyyidina Muhammedin və alə alihi və səhbə əcmain əmə bəd. Esselamu aleykum və rahmetullah və bərəkatuhu. Müsəlman qadınlar haqqında olan hədisləri oxuyacağım inşallah. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Müsəlmanın əməl salih zövcəsinə baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaat etməsi, özünün yoxluğunda iffətini qoruması, kişinin faydalandığı şeylərin ən xeyirlərindəndir. İbn Məcə, Əbu Davud, Nəsai rivayət etdisi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Diqqət edin, sizə qadınlarınızdan cənnətlik olanları xəbər verimmi? Biz dedik, əlbəttə ya Resulullah. Buyurdu ki, onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər, məndən razı olmayınca yatmayacağım. Təbarani. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Qadınlar 4 xislətinə görə nigahlanar. Onun var dövlətinə, əsir nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona görə də dindar qadınlarla evlənməsəniz, yoxsa uduzanlardan olarsınız. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Əgər əri zövcəsinə yatağa çağırırsa, hətta qadın ev işləri məşğul olsa belə gəlməlidir. Sünnət Tirmizi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərini öz cinsi əlaqələri haqqında danışanlardır. Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Özümdən sonra kişilər üçün qadından daha zərif fitnə buraxmadım. Səhih Buxari, Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Əlləri yanında olmayan qadınların evlərinə girmək, qadının əri icazəsi olmadan, əri yanında olmadan heç kimi evə buraxmamalıdır. Səhih Buxari, Səhih Müslim. Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Resulullah sallallahu aleyhi və səlləm kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzəyən qadınlara və özünü qadınlara bənzəyən kişilərə lənət etdi. Səhih Buxari, Əbu Davud. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyimlərinə baxmayaraq çılpaq kimi görsənəcəklər. Onlar yollarını azmışlar və digərlərini də saptıracaqlar. Lənət olsun onlara. Onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək. Heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan məsafədən hiss edilir. Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Möminlərdən imandan ən yaxşısı davranışında da yaxşı olandır. Sizlərdən ən yaxşısı öz qadınlarına yaxşı olandır. Tirmizi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Parik taxana və taxtarana, qaşalana və aldırana, diş düzəltdirənə və düzəltənə, tatuirovka edənə və etdirənə lənət olsun. Səhih Buxari. Resulullah sallallahu aleyhi və səlləm buyurmuşdur. Ey insanlar, qadınlarınızı ətirlənməyə, bu halda çölə çıxmağa icazə verməyin. Çünki şübhəsiz İsrail oğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndirilər. Sünnə İbn Məcə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, cənnət ona haram olar. Tirmizi, Əbu Davud, İbn Məcə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Qadınlar qabırğadan yaranmışlar. Əgər sən onu düzəltmək istəsən, qıra bilərsən. Ona görə də onlarla yaxşı davranın. Tirmizi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Səbəbsiz yerə özünü ərindən boşatdırmaq istəyən qadınlar münafiqlərdir. Tirmizi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Qadınlar haqqında Allahdan qorxun. Çünki onlar sizin yanınızda yardımçıdırlar. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsənizsə, incitli şəkildə döyməyin. Sizin xeyirləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır.
Şərləriniz isə də qadınlarınıza qarşı şərli olandır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam. İbn Məcə, Tirmizi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: Hər biriniz dəvəyə vurduğu kimi qadınlara vurmaqdan utansın. Hərçənd ki, sonra onunla qucaqlaşacaqdır. Səhih Buxari, Səhih Müslim. Muaviyyə ibn Qureyş Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşmuşdu: Ya Peyğəmbər, zövcəmizin bizim üzərimizdəki haqları nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm: Yediyiniz zaman onda yedirmən, paltar alarkən ona da aldırmağındır. Heç vaxt üzünə vurma, onu pisləmə və evdən kənarda onu tərk etmə. Əbu Davud, İbn Məcə. Əmr ibn Əl-Əs radiyallahu anh rivayət edir ki, biz Peyğəmbərlə sallallahu aleyhi və səlləmlə bu dağın yolunda olarkən o dedi: Baxın, sizin nə görürsünüz? Biz dedik: Biz qarğalar görürük və onlardan biri qıraqda durub, çünki onun dimdiyi və ayaqları qırmızıdır. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Bu qarğa digər qarğaları arasında nadir olduğu kimi, heç bir qadın da başqa qadınlar arasında bu cür olmayan qədər cənnətə girməyəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Muhammədi canı əlində olan Allaha and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə enib onun arzusunu yerinə yetirməli və bu işdə ondan mən etməməlidir. İbn Məcə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Onunla ərinlə necə davrandığına diqqətli ol, çünki o sənin cənnət və cəhənnəmindir. Əhməd Əl-Hakim. Ayşə radiyallahu anh buyurmuşdur: Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, Allah onu qiyamət günü çılpaq və əlləri önündə olduğu halda həşr edər. Səid ibn Əl-Müəyyibdən radiyallahu anhdan soruşuldu: İki dəfə evlənmiş bir qadın axirətdə hansı ərinə aiddir? O cavab verdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Qadın son ərinə aiddir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: 3 nəfər heç zaman cənnətə girməyəcək. Deyus zövcələrini digər kişilərə qısqanmayan və onlarla danışmağa razı olan zəif ərdir. Əhməd. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Hər hansı bir qadın ətir vuraraq naməhrəmlərin yanından keçərsə, həmin qadın zina etmiş kimidir. Ona baxan hər göz zina etmişdir. Sünnət Tirmizi, Əbu Davud. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Qadın kişi ilə yanında kişi qohumu, məhrəmi olmadan tək başına qalmamalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur. Əhməd. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur: Qadın məhrəmsiz səfərə çıxmamalıdır. Səhih Buxari. Ayşə radiyallahu anha buyurmuşdur: Peyğəmbər sallallahu aleyhi ve sellem özünü kişi kimi aparan qadına lənət etmişdir. Əbu Davud. Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur: Ey qadınlar, sədəqəni çoxaldın, çünki siz cəhənnəmin böyük hissəsini təşkil edəcəksiniz. Qadınlar soruşdular: Nə üçün ey Allahın Rəsulu? Resulullah sallallahu aleyhi ve sellem cavab verdi: Çünki siz daha çox lənət olunmusunuz və ərinizə qarşı nankorsunuz. Mən dərrakə, anlamaq, fəhim, hafizə və din sahəsində sizdən qadınlardan daha çox çatışmazlığı olan adam görməmişəm. Qadınlar soruşdular: Ey Allahın Rəsulu, bizim dərrakə və dinimizdə çatışmamazlıq nədir? Resulullah sallallahu aleyhi ve sellem deyir ki, iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi? Onlar cavab verirlər: Bəli. Resulullah sallallahu aleyhi ve sellem dedi: Bu dərrakə sahəsində sizi çatışmamazlığınızdır. Heyz dövründə qadının namazı qılmaması və oruç tutmaması həqiqət deyilmi? Onlar cavab verdilər: Bəli. Resulullah sallallahu aleyhi ve sellem dedi: Bu da sizin dindəki çatışmamazlığınızdır. Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur:
Şübhəsiz ki, qadınlar cəhənnəmin böyük hissəsini təşkil edəcək. Qadınlar soruşdular, nəyə görə ya Resulullah? Resulullah sallallahu aleyhi ve sellem deyir ki, çünki onlar ərlərinə qarşı nankordurlar. Əri həyat boyu ona yaxşılıq edir, onunla yaxşı davranır, lakin zövcəsi bir dəfə ondan bir səhvlik görən kimi deyəcək, mən səndən heç zaman yaxşılıq görməmişim. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur, heç bir millət müvəffəqiyyət uğramayacaq, əgər onlar qadınları öz işləri üzərində hakim təyin etsələr. Ayşə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşmuşdu, ya Allahın Resulü, qadınlar cihada döyüşməyə çıxa bilər? Resulullah sallallahu aleyhi ve sellem dedi, döyüş olmayan cihadda, yəni həc və ümrəyə olar. Peyğəmbər sallallahu aleyhi ve sellem demiştir, qadınlar üçün ən böyük cihad həccə getməkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur, qadınlarınız sizdən məscidə getməyə icazə alarlarsa icazə verin, lakin onlar üçün evləri daha xeyirlidir. Səhih Müslim. Əbu Said nəql edir. Bir qadın Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlib dedi, ey Allahın Resulü, ancaq kişilər sənin elmindən faydalanırlar. Ona görə də xahiş edirik ki, bizə də bir gün vaxt ayırasan. Allahın sənə öyrətdiklərini bizə də öyrədəsən. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, filan gündən və vaxtdan filan yerdə yığışın. Onlar yığışdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın ona öyrətdiyini onlara öyrətdi. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem onlara dedi, 3 uşaq itirən hər bir qadın uşaqları tərəfindən oddan xilas olunacaq. Onların arasında bir qadın durub dedi, ya Allahın Resulü, bəs 2 uşaq itirən? Qadın bu sualı 2 dəfə təkrarladı. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, hətta 2. Əbu Hüreyrə əlavə etdi ki, bu uşaqlar həddi buluğa çatmamış olmalıdır. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, qadın başqa bir qadını ərinə onun elə bil, həmin qadını doğrudan da baxırcasına kimi təsvir etməməlidir. Səhih Buxari. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, heç bir qadın müsəlman bacısının yerini tutmaq üçün gələcək ərindən onun boşamasını xahiş etməməlidir. Səhih Buxari, Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur, kişilər üçün ən yaxşı sıralar ön sıralar və ən pis sıralar isə axırıncı sıralardır. Qadınlar üçün ən yaxşı sıralar son sıralar, ən pis sıralar isə ön sıralardır. Səhih Müslim. Son sıralar qadınlar üçün ən yaxşıdır. Çünki ön sıralarda qadınlarla müqayisədə onlar kişilərdən daha uzaqdadır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur, bu dünya müvəqqətidir və bu dünyada ən dəyərli şey əməl salih zövcədir. Səhih Müslim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur, fitnə 3 şeydədir, atda, qadında və evdə. Səhih Buxari. İnşallah davamı gələn dərs edəcək inşallah. Esselamu Aleyküm və Rəhmətullah və Bərəkatuhu.